Mübahilə ayəsi. İndi isə gəlin Şia alimlərinin imamət mövzusunda istinad etdikləri daha bir mühüm dəlilə, tarixdə mübahilə hadisəsi kimi tanınan və Quranda öz əksini tapan ayəyə nəzər salaq. Uca Allah Ali İmran surəsinin 61-ci ayəsində belə buyurur: Sənə bilik gəldikdən sonra kim səninlə İsa'nın barəsində mübahisə edərsə, de, gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq. Sonra isə dua edib, yalançılara Allahın lənət etməsini diləyək. Şia alimləri bu mübahilə ayəsini dəlil gətirərək deyirlər ki, bütün təfsirçilər ayədəki oğulların Həsən və Hüseynə, qadınların Fatiməyə və ən əsası özümüzü, yəni ərəbcə ənfusənə kəlməsinin Əliyə işarə etdiyi mövzusunda razılaşırlar. Onların məntiqi belədir. Peyğəmbərin zatı ilə Əlinin zatının eyni olduğunu demək mümkün olmadığı üçün burada özümüzü sözü ilə mütləq şəkildə bərabərlik mənası qəsd edilməlidir. Və Peyğəmbərin insanların ən fəzilətlisi olduğu şübhəsiz olduğuna görə Əlinin ona bərabər tutulması da onun uca məqamına və böyüklüyünə işarə edir. Gəlin bu fikri Məkarim Əş-Şirazinin öz sözləri ilə dinləyək. O yazır: Mübahilə ayəsində özümüz ifadəsi İmam Əli ibn Əbu Talibi nəzərdə tutur. Uca Peyğəmbər əmisi oğlu İmam Əliyə özü ifadəsi ilə müraciət etdikdə, burada məqsəd nədir? Həqiqi mənanın nəzərdə tutulmadığı aydındır. Çünki Əli Peyğəmbərin özü deyil. Buna görə burada məqsəd İmam Əlinin uca Peyğəmbərin sahib olduğu fəzilət və kamilliklərə sahib olmasıdır. O, şücaət, müdriklik, təqva kimi kamilliklərdə Peyğəmbər kimidir. Nəticə budur ki, İmam Əli məqamlar baxımından Peyğəmbər ilə eyni səviyyədədir və onun arxasınca gəlir. Bu məna ilə nəzərə alındıqda aydın olur ki, Peyğəmbərin xəlifəsi bu məqamlara sahib olan və kamilliklər baxımından Peyğəmbərin misli olan şəxs olmalıdır. Bir başqa Şia alimi İbrahim Əl-Musəvi Əz-Zəncani isə bu mürəkkəb dəlili yığam şəkildə belə ifadə edir. Bu ayə Əlinin imamətinin sabit olduğuna dəlalət edir. Çünki Allah Teala onu Rəsulullahın öz nəfsi etmişdir. Həqiqi mənada eynilik imkansız olduğu üçün Peyğəmbərlik məqamı istisna olmaqla ümumi vilayətdə, yəni rəhbərlikdə bərabərlik mənası qəsd edilməsi qaçınılmazdır. Gəlin indi bu dəlili daha dərindən təhlil edək. Hər şeydən əvvəl qeyd etməliyik ki, bu deyilənlərin hamısının doğruluğunu bir anlıq fərz etsək belə, yəni qəbul etsək ki, ayə həqiqətən də Əlinin Peyğəmbərə bərabərliyini göstərir, bu mübarək ayə yenə də heç kimin imamətini və ya xilafətini açıq şəkildə ifadə etmir. Niyə? Çünki müsəlmanların rəhbərliyi, yəni vilayət, imamda xüsusi idarəçilik qabiliyyətləri tələb edir ki, o ümməti sülh içində idarə edə bilsin və onun maraqlarını ən yaxşı şəkildə qorusun. Mübarək ayə isə bununla bağlı heç bir şeyə işarə etmir, nə də birbaşa xəlifəlikdən bəhs etmir. Əksinə, burada oğullar, qadınlar və özləri ifadələri Peyğəmbərin öz iddiasının doğruluğunu sübut etmək üçün onları sanki bir qurbanlıq kontekstində xatırlayır. Bu şəxslər Peyğəmbərə qohumluq bağları baxımından ən yaxın olan insanlardır. Peyğəmbər ən yaxınlarını mübahilə üçün təqdim edərək iddiasında nə qədər səmimi və qəti olduğunu göstərir. Qurbanlıq konteksti ilə imamət mövzusu arasında isə böyük bir fərq var. Mübahilə kontekstində qadınlar və uşaqlar önə çıxarıla bilər, lakin onlar xəlifəlik üçün təqdim olunmazlar. Qadınların və uşaqların zikr olunduğu belə bir məzmunda birbaşa xilafət və imamətdən söz getməsi məntiqə uyğun deyil. Burada ortaya qoyula biləcək ən güclü dəlil şübhəsiz ki, Əhl-i Beytin fəzilətini və uca məqamını isbat edir. Məhz buna görə də Məkarim Əş-Şirazi kimi alimlər belə ayənin birbaşa xilafətə dəlalət etdiyini demir. O əvvəlcə xüsusi bir fəziləti isbat etməyə, daha sonra isə oradan çıxış edərək məsələni imamət mövzusuna bağlamağa ehtiyac duyur. Hətta böyük alim Əş-Şərif Əl-Murtada bu ayəni müzakirə edərkən onun yalnız Əlinin fəzilətinə dəlalət etdiyini söylüyor və müzakirəsi boyunca heç bir yerdə ayənin birbaşa onun imamətinə dəlalət etdiyini qeyd etmir.
İndi isə gələk daha fundamental bir məsələyə. İmam Əlinin Qərammallahu vəchəhu Peyğəmbərə bərabər olduğunu və ya mərtəbə baxımından ona tamamilə yaxın olduğunu iddia etmək, hətta imamın özünün belə qəbul etməyəcəyi bir ifratdır, yəniğuludur. Və heç bir müsəlman bu fikri qəbul etməməlidir. Peyğəmbərin seçilmiş, bənzərsiz məqamı ilə onun hidayətindən və nurundan bəhrələnmiş bir başqasının məqamı əsla heyn ola bilməz. Hətta biz bu mübarək ayənin İmam Əlinin üstünlüyünü, yəni onun dövrünün ən fəzilətli şəxsi olduğunu göstərdiyini desək belə, bu onun mütləq xəlifə olmasını tələb etmir. Çünki daha üstün, yəni əvzəl bir şəxs olduğu halda, məqamca ondan aşağı olan, yəni məfsul bir kimsənin imaməti bəzi şiə firqələri, məsələn, Zeydilər tərəfindən belə qəbul edilir. Bu nə şəriətlə, nə də ağılla qadağan edilməyib. Çünki daha az fəzilətli olan bir imam, ümumi fəziləti aşağı olsa da, idarəçilik kimi xüsusi bir məsələdə daha bacarıqlı ola bilər. Peyğəmbər də özü, bəzən daha fəzilətli insanlar olduğu halda, orduya rəhbər olaraq missiya üçün ən uyğun olanı təyin edərdi. Gənc Osamə bin Zeydin, böyük səhabələrin üzərində orduya əmir təyin olunması üzərinə düşünən hər kəs bunun belə olduğunu anlayar. Bütün bu müzakirələrdən sonra gəlin əhl-i sünnət alimlərinin bu ayəni necə anladığına baxaq. Onlar şiələrin ayədən çıxarmaq istədikləri bu mənaya qatılmayıblar. Onlara görə ayədəki özümüzü ənfussənə sözü ilə qəsd olunan sadəcə olaraq kişilərimizi deməkdir və ayənin ümumi məzmununa da məhz bu məna uyğun gəlir. Yəni, ayənin tam mənası belədir. Gəlin övladlarımızı, qadınlarımızı və kişilərimizi çağıraq. Burada məqsəd imanla yanaşı qohumluq bağını da vurğulamaqdır. Beləliklə, Peyğəmbər ən yaxın qohumlarını, övladlarını, qadınlarını və kişilərini zikr etmiş oldu. O dövrdə isə Peyğəmbərin ata tərəfdən qohumları arasında ona Əlidən daha yaxın olan başqa bir kişi yox idi. Mübahilənin, yəni qarşılıqlı lənətləşmənin əsas məqsədi insanın öz iddiasının doğruluğuna ən yaxınlarını, ən əzizlərini girov qoyduğunu göstərməkdir. Çünki insan təbiəti yadlardan daha çox öz yaxın qohumları üçün narahatlıq çəkirir. Məşhur alim Əzzəməxşəri bu incəliyi çox gözəl izah edir. O, xüsusi olaraq oğullarını və qadınlarını gətirdi, çünki onlar ailənin ən dəyərli üzvləridir. Ürəyə ən yaxın olanlardır. Bəzən insan onları qorumaq üçün özünü fəda edər. Buna görə də qədim döyüşlərdə ərəblər qaçışın qarşısını almaq üçün qadınlarını da özləri ilə gətirirdilər. Bu baxımdan ayədə tələb olunan məna bütün mömin kişilər içindən ən fəzilətlisini seçməyi yox, sadəcə iman və qohumluq baxımından ən yaxın olan kəsləri seçməyi tələb edir. Buna görə də ayədə Əlinin bütün möminlərdən ən fəzilətli olmasına dair qəti bir dəlil yoxdur. İndi isə gəlin üzərində ən çox dayanmalı olduğumuz nöqtəyə, ayədəki ənfusəkum sözünə qaydaq. Bu söz həqiqətən də Peyğəmbərlə kamillik məqamında bərabərlik mənasına dəlalət edirmi? Qurani Kərimin özünə yaxından nəzər saldıqda görürük ki, heç bir yerdə bu söz statusda bərabərlik mənasında işlədilməyib. Gəlin bir neçə misala baxaq. Uca Allah buyurur: "Və la telmizu enfusakum." Bu Hucurat surəsinin 11-ci ayəsidir. Əgər biz bu ayəyə də şiələrin mübahilə ayəsinə yanaşdığı kimi yanaşsaq, tərcüməsi özümüzdə tənə etməyin və ya özümüzə bərabər olanlara tənə etməyin kimi olmalıdır. Lakin aydındır ki, məna bu deyil. Ayənin mənası bir-birinizə tənə etməyin deməkdir. Maraqlıdır ki, şia alimləri özləri də bu ayəni məhz bu cür təfsir ediblər. Məsələn, Əl-Muhaqqiq Əl-Ərdəbilli yazır: sizin bir hissəniz digərlərini ayıblamasın, çünki möminlər bir can kimidir. Eynisini Şeyx Ət-Tusi də öz təfsirində deyir. Ət-Təbrasi isə daha da aydınlaşdırır. Yəni ki, sizdən bir hissə digər hissəyə tənə etməsin. Necə ki Allah Taala buyurdu: özümüzü öldürməyin. Nisa 29, çünki möminlər bir bədən kimidirlər. Göründüyü kimi burada özünüzə sözü ilə eyni statusda olanlar deyil, eyni cəmiyyətin, eyni imanın üzvləri,
Yəni bir-biriniz qəsd edilir. Bu lingvistik qaydanı təsdiqləyən başqa misallar da var. Uca Allah Nur surəsinin 61-ci ayəsində buyurur: Evlərə daxil olduğunuzda özünüzə salam verin. Məşhur Şiə təfsirçisi Ət-Təbətabəyi bu ayəni şərh edərkən deyir: Beləliklə, özünüzə salam verin ifadəsi evdə olan insanlara salam vermək mənasındadır. Özünüzə ifadəsi isə onların bir-birinin bir parçası olduğunu göstərmək üçün işlədilmişdir. Çünki hamısı insandır və iman onları hər şeydən daha güclü birləşdirir. Ət-Təbətabəyinin özünün də izah etdiyi kimi, burada məqsəd qohumluq və iman birliyini vurğulamaqdır. Lakin hamı anlayır ki, ev əhlinin evin böyüyünün özündən sayılması, onların fəzilətdə, elmdə və ya bacarıqda ev sahibi ilə eyni olması demək deyil. Yenə Nur surəsində böhtan hadisəsi ilə bağlı 12-ci ayədə belə buyurulur: Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar özləri haqda yaxşı fikirdə olub demədilər. Ayədəki özləri haqda ifadəsi, yəni bi anfusihim, əlbəttə ki, hər kəsin özü haqqında deyil, möminlərin bir-birləri haqqında yaxşı zənn etməsi deməkdir. Şeyx Ət-Tusi də bu ayəni belə təfsir edir: Kaş ki, möminlər özləri kimi olan digər möminlər haqda yaxşı zənn etsəydilər. Çünki möminlərin hamısı başlarına gələn işlərdə bir can, yəni nəfs kimidirlər. Bütün bu lingvistik dəlillərdən sonra gəlin görək bu ayədəki ənfusənə sözünü Əlinin kamillikdə Peyğəmbərə bərabərliyi kimi anlamaq Şiə məzhəbinin özü üçün hansı problemləri yaradır? Əgər bu söz bərabərlik deməkdirsə, o zaman ayədə adı çəkilən Həsən və Hüseyn, yəni Əhl-i Beytin ikinci və üçüncü imamları bu bərabərliyə daxil olmurlar. Bu isə o anlama gəlir ki, onlar kamillik məqamında Peyğəmbərlə bir olmayıblar. Həlbuki imamət inancına görə bütün imamlar eyni məqamdadır və onların da bura daxil olması lazımdır. Bu ciddi bir ziddiyyətdir. Daha bir problem isə budur. Əgər ayə birbaşa imamətə dəlalət edirsə, bu Əlinin kərrəmallahu vəcəhu Peyğəmbərin sağlığında ikən imam olduğunu iddia etmək deməkdir. Bu isə şiələrin öz əqidəsinə görə batildir. Çünki onlar da qəbul edirlər ki, Peyğəmbər sağ ikən möminlərin əmiri və yeganə imamı məhz o idi, Əli deyildi. Beləliklə yekun olaraq deyə bilərik ki, Mübahilə ayəsi Əhl-i Beytin, xüsusilə də Əli, Fatimə, Həsən və Hüseynin uca məqamına, onların Peyğəmbərə olan yaxınlığına və fəzilətinə qüvvətli bir dəlildir. Lakin onu birbaşa olaraq xilafət və siyasi imamət üçün bir sübut kimi təqdim etmək, həm ayənin kontekstinə, həm Quran dilinin incəliklərinə və hətta Şiə məzhəbinin öz daxili məntiqinə də zidd olan problemlər ortaya çıxarır.